Qədr surəsi 3-cü ayənin qrammatik təhlili. Bismillahirrahmanirrahim. Leylatul qadri xayrun min əlfi şəhr. Demək, Qədr gecəsi 1000 aydan əfsəldir. İndi baxaq. Leylatu, yəni gecəsi mübtədadır. Nə? Gecə. Muzafdır. Leylatul qadr özü izafət birləşməsidir. İzafətin birinci tərəfi leylatu təyinlənən tərəf, əl-qadr isə təyindir. Muzafun ileyh, yəni təyindir. Sonra xayrun daha xeyirlidir. Xayrun özü əslində əxyarun şəklində idi. Sifətin demək üstünlük dərəcəsində idi. Əxyarun oldu xayrun. Demək, min ön qoşması ilə işlənir. Ərəb dilində əf'alu min demək modelində olan feillərə deyirlər, sifətlərə deyirlər müqayisə dərəcəsində olan sifət. Demək, xayrun min müqayisə dərəcəsində nədir? Olan sifətdir. Xayrun xəbərdir. Əl demək, bu ismi cümlədir özü. Çünki isimlə başlayıb leylatu. Min damdən, əlfi izafətin birinci tərəfidir. Şəhrin ay deməkdir. İzafətin ikinci tərəfidir. Hərfi cer, yəni min, üstə gəl, məcrur isim, yəli alında olan isim, əlfi, sonra muzaf, təyinlənən tərəf, şəhrin isə muzafun iləkdir. Şəhrin isə burada nədir? Təyin rolunda çıxış edir.